Həzrət Peyğəmbər bir kişini gördü əlində qızıl üzüyü taxıb. Çox narahat oldu. Müsəlmandır, əlində qızıl üzüyü taxıb. Dedi ki, çıxart o üzüyü əlindən. O üzüyü çıxartdı o əlindən. Peyğəmbərin sözü idi. Çıxartdı əlindən. Peyğəmbər aldı üzüyü onun əlindən, atdı bir kənara. Elə ki, atdı bir kənara, dedi, cəhənnəmə getmək istəyirsən. Cəhənnəm odunda yanmaq niyyətin var. Bu sözü dedi Peyğəmbər, çıxdı ki. Elə ki, Peyğəmbər getdi, ətrafda olan bir sıra insanlar dedilər ki, ona üzünü tutdular. Dedilər ki, daha Peyğəmbər də getdi, götür. Götür üzüyü, tax parmağıma. Dedi, yox. Peyğəmbər çıxarıb atdığı bir şeyi mən təzədən parmağıma tax. Baxın, çox düşündürücüdür bu hadisə. Bu baxımdan ki, dinimiz bir şeyləri əgər haram bilirsə, bizə onun hikməti var, fəlsəfəsi var. Ola bilər biz onun bəzən hikmətin və fəlsəfəsini bilməyək. Bəli. Kişiyə qızıl taxmağı haram edib dinimiz. Bugün əgər axtarılsa, elmi onun səbəbləri də qeyd oluna bilər. Bəli. Əgər bugün biz bir müsəlman cəmiyyəti olaraq bu ilahi əmrə qarşı gəliriksə, nə olsun yəni? Bəli. Nə olmaq istəyirik? Adımızda müsəlman qoyub qızıl üzüyü taxırıqsa məsələn,